Sual: İmam Sadiq əleyhissalam Müfəzzəl İbn Ömərə buyurdu: And olsun Allaha, bizim işimiz bu güneşten daha aydındır. Bu hədis nə qədər doğrudur? Cavab: bağışlayan və mehriban Allahın adıyla. Ümumilikdə Əhl-i Beytin əleyhissalam və xüsusən də İmam Məhdinin Əcələllahu Teala Fərəcəhü Şərif imamlığının bütün insanlara aydın olmasına çoxlu səbəblər var. O səbəblərdən biri də əlimizdə olan tutarlı dəlillərin və sübutların olmasıdır. Bizim Şiə məzhəbi də o tutarlı qaydalara söykənərək əqidə əsaslarını isbat edir və xüsusən də sizin sualınızda zikr olunan imamət məsələsini də isbat edir. Bu qaydaları da inkar etmək zərurəti inkar etməkdir. O qaydalar ümumi insanların ağlına münasib olan qaydalardır. Müfəzzəl İbn Ömər deyir: İmam Sadiqin əleyhissalam belə buyurduğunu eşitdim. Onun İmam Məhdinin adını, yəni Muhammed adını çəkməyi sizlərə qadağan edirəm. And olsun Allaha, imamınız sizin aranızdan illərcə qeybə çəkiləcək və siz imtahan olunacaqsınız. Hətta belə deyiləcək: o hansısa vadidə ölüb və ya həlak olub. Möminlər ona göz yaşı axıdacaq. Gəmi dənizin dalğalarında necə yırğalanırsa o cür qərarsız qalacaqlar, çaşqınlıq içərisində olacaqlar. Bu çaşqınlıqdan yalnız Allahın əhd-peyman aldığı və qəlbində iman qərar verdiyi və öz tərəfindən olan bir ruhla dəstəklədiyi kəslər nicat tapacaqlar. Bir-birinə bənzər 12 bayraq dalğalanacaq. Bilinməyəcək ki, hansı hansındandır. Müfəzzəl deyir: mən ağladım. İmam Sadiq mənə dedi: Ey Əba Əbdillah, səni ağladan nədir? Dedim: bir halda ki sən deyirsən 12 bayraq dalğalanacaq, hansı hansındandır deyə bilinməyəcək, mən necə edəcəm? İmam pəncərədən görünən günəşə baxdı və Müfəzzələ buyurdu: And olsun Allaha, bizim işimiz bu günəşdən daha aydındır. Düzdür, İmam Məhdinin imamətliyinin əlamətləri var, amma bu hədisdə deyildiyi kimi, haqqı tapmaq üçün bəzən açıq aydın dəlillər haqqında düşünmək kifayət edir. Misal üçün, bir nəfər gəlib iddia edir ki, İmam Məhdi hələ dünyaya gəlməyib. Bu iddia edənin iddiasının əsassız olması üçün Qurana və hədislərə müraciət etmək lazımdır ki, dəlillərin bizə nəyi aşıladığının şahidi olaq. O dəlillərə baxdıqda əlimizə gəlib çatmış həddən ziyadə xəbərlərə əsasən İmam Məhdinin dünyaya gəlməsini və uzunömürlü olmasını açıq aydın görmək mümkündür. Bunu inkar etmək isə açıq aydın olan bir şeyi inkar etmək kimidir. Şeyx Səduq Kəmaluddin Səhifə 348 Bab 33 Hədis 35